Əhlüsünnə vəl cəmaət əqidəsinə görə iman artır və azalır. İman itaətlərlə artır, günahlarla azalır. Faydalı elm imanın artmasına, cəhalət və nöqsan isə azalmasına səbəbdir. Əgər elm olub əməl olmasa, bu imanda nöqsandır. Ki, qardaşlar, hər birimiz nəinki tövhidə əməl etməklə, onu öyrənməklə, onu dəvət etməklə mükəlləfik ki, nə edək? Tövhidimiz kamil olsun, naqis olmasın. Yəni, düşünə bilərsiniz ki, biz dəvəti necə edək? Dəvəti etməyin hər bir yolu var. Xüsusilə bizim zamanımızda onun yolları daha çoxdur. Sosial şəbəkələrin yayıldığı, hər kəsin əlinin çatdığı bir dövrdə adi bir paylaşımla, adi bir statusla tövhid ayələrini, tövhidə dəvət olan hər hansı bir şeyi insanlara paylaya bilərsiniz. Bu dəvətdir. Ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, məndən bir söz eşitsəniz belə onu insanlara çatdırın. Məndən bir söz, bir kəlmə eşidib onu insanlara çatdıranın üzünü Allah ağ etsin deyir. Yəni, bunu eşidib çatdırmağın yolları nədir? Yüzlərlə yolu var. Sizin tövhidə aid bir ayəni paylaşmağınız, bir hədisi paylaşmağınız, hər hansı bir dərsi paylaşmağınız bu tövhidə dəvət, tövhidin kamil olmasının səbəblərindəndir.